Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Bugün size çok maraqlı bir məsələni izah edeceğim. Bizim kondisionerlərin təmiri kanalımızda təxminən 130'dan çox Azərbaycan dilində, öz ana dilimizdə pultların istifadə qaydasını və əgər pultla əlaqədar hər hansı bir problem olursa onların necə aradan qaldırılmasını biz göstərmişik və bu gün əlimizə bugün deməli Sanni adında bir kondisionerin və yaxud Ardo adında kondisionerin pultu keçmişdi və biz də fürsət tapıb bu problemin necə aradan qaldırılmasını sizə göstərəcəyik. Deməli, müştəri deyir ki, kondisionerin isitmə rejimi yoxdur. Gördüyünüz kimi burada demək soyutma rejimidir. Biz bir daha basırıq bu nəmin alınması rejimi, qurutma yəni. Bu ventilator bir daha basırıq da bizdə isitmə rejimi gəlməlidir, amma gəlmir. Bəs belə olduqda bu necə olub, onu indi ayrılıca başa salacaq, amma bunun aradan qaldırılmasını necə etmək olar? Bu zaman biz deməli nə edirik? Batareykanın birini çıxardırıq ki, yuxarı aşağı düyməsini basdıqdan sonra təxminən 10-15 saniyə gözləyirik. Bundan sonra batareykanı yerinə taxırıq və burada indi çox maraqlı bir hadisə baş verəcək. Görün, isti, soyuq, isti, daha da soyuq, isti. Biz indi heç bir düymeye elimizi vurmuruq və indi yoxlayırıq. Bütün rejimlər yerinə qayıtdı. Yəni isitmə rejimimiz yerinə qayıtdı. Bəs necə olur ki, müştərilərimiz yəni ne edirlər ki, belə bir hadisə olur? Müştərilər belə bir şey edirlər. Tutaq ki, batareykanı dəyişmək lazımdır. Yenə də bu düymələri basaq. Batareykanı dəyişmək lazımdır və gəlirlər, batareykanı qoyurlar içərisinə, dərhal mod düyməsini basırlar. Bundan sonra mod düyməsi baxırıq, həmən rejim itmiş olur. Yəni burada bir daha göstəririk. Əgər belə bir hadisə olubsa, sizin kondisionerinizin adı Sanni'disi və yaxud Ardo'dursa və yaxud ola bilsin ki, Saturn kondisioneri də deyəsən eyni pultdur. O zaman biz bu batareykanı çıxardırıq. Bunları basırıq ki, buradakı rəqəmlər yoxa çıxsın. Bundan sonra sadəcə batareykanı yerinə qoyuruq və gözləyirik. Burada əvvəlcə reset olur. İndi isə soyuq, isti, soyuq, isti. Bu formada bir neçə dəfə yanıb söndükdən sonra biz heç bir düymeye elimizi vurmuruq və nəhayətində bizim isitmə rejimimiz əvvəlki yerinə qayıdır. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Hər hansı bir sualınız olarsa bizə şərhlər bölümündə müraciət edə bilərsiniz. Esselamu Aleyküm.